Son illər bir çox insan immuniteti gücləndirmək, enerjili qalmaq, saç və dərinin vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə vitamin və qida əlavələrinə müraciət edir. Apteklərdə, hətta onlayn platformalarda rahatlıqla əldə edilə bilən bu preparatlar bəzən zərərsiz hesab olunsa da, həkim nəzarəti olmadan qəbul edilməsi sağlamlığa ciddi zərər vura bilər. Öz başına qəti əleyhinəyəm, çünki 90%, yəni ki, biz korona vaxtından görmüşük, nə qədər ziyan eləyir, bizim immunitetimizi dağıdır, yəni ki, biz nəticələrini də. Hər bir fəsildə yəni, vitaminlər alırıq. Sağ həkimi yəni, yazır, aparıq hər ay, fəsildə dəyişəndə onlar yazırlar. Vitaminlər meyvədə, tərəvəzdə, yalnız bunlardan istifadə etmək lazımdır, o qüvvətləndirir. Mütləq şəkildə həkimlər nəzarət etməlidir. Həkim məsləhəti olmadan o digər belə deyək, dərman vasitəsindən istifadə etmək məsləhəti olduğunu düşünürəm. Mütəxəssislərin sözlərinə görə orqanizmdə vitamin balansının pozulması həm çatışmazlıq, həm də artıq doza nəticəsində baş verə bilər. Məsələn, A və D vitaminlərinin həddən artıq qəbulu, qaraciyər zədələnməsi, ürək ritm pozğunluğu və sümük problemlərinə səbəb ola bilər. Bəzi hallarda isə bu vitaminlər yağda həll olunduğu üçün bədəndə toplanaraq uzun müddətli fəsadlar yaradır. Ev şəraitində immunitetimi qaldırım deyə vitamin qəbul etməsi, sistem halında sistemlərin içərisində qoşulması məsləhət deyil. Mütləq həkim nəzarəti və həkim məsləhəti olmalıdır ki, xəstənin diaqnozu, xəstəliyinə uyğun olaraq həmin vitaminlər B qrup vitaminidir, C vitaminidir, A vitaminidir, bu vitaminlər təyin oluna bilər. Məsələn, yağda həll olan vitaminlər A, D, E, K vitaminləridir ki, bunları öz başına həkim nəzarəti olmadan istifadə etmək, bəli, zərərləri ola bilər. Uşaqlarda da əsasən götürsək, vitamin D-nin uzun müddət istifadəsi, bəli, böyrək yetməzliyinə qədər xəstəni gətirə bilər, kalsium, hiperkalsemiya gətirib çıxara bilər. Həkim deyir ki, insan orqanizminin ehtiyacı fərdidir. Birinə faydalı olan doza başqası üçün təhlükəli ola bilər. Bu səbəbdən hər hansı əlavəni qəbul etməzdən əvvəl qan analizləri aparılmalı və prosesin gedişatı həkim tərəfindən təyin olunmalıdır. Biraz narahatçılığım oldu, yorğun istədim, tez vitamin D alım, içim. Bəli, bunlar qəbul olunmazdır, mütləq. Onlar analiz verilməlidir, yoxlanılmalıdır. Həqiqətən o vitamin insanda əsikliyi və ona ehtiyac varsa, qəbulu məsləhət görülür. Vitamin C-nin özü bəzi dəri problemləri, hətta dəmir toplanmasına qədər səbəb ola bilər. K vitamini özü antikoagulant sisteminə təsir eləyir. Qan sistemində B qrup vitaminlərin az rast gəlinib toksik təsirləri belədir, amma onların da uzun müddət və çox istifadəsi sinir sistemi patologiyalarına belə, halbuki özləri sinir sistemi patologiyalarında belə qəbul olunur. Belə hər vitaminin artıqlığı, hər bir qidanın artıqlığı da zərərdir. Mütəxəssisin sözlərinə görə gündəlik vitamin və mineral ehtiyacını qarşılamağın ən doğru yolu balanslı qidalanmadır. Məsələn, C vitamini üçün meyvələr, D vitamini üçün günəş və süd məhsulları, dəmir üçün isə ət və paxlalı qidaların istehlakı vacibdir. Ayşən Sərdar qızı, Ramil İbrahimov, Xəbər Ertəsi.